Hörmətli könüllü ictimai nəzarətçilər, hörmətli izləyicilər, cənab prezident. Bu çəkilişi könüllü ictimai nəzarətçi İmişli rayon təşkilatının üzvü Maşallah Atayev çəkir. Cənab prezident, gördüyünüz kimi bu bizim su kanalımızdır. Bir ay bundan öncə mən bir dəfə bunu çəkib paylaşdım. Bizə 5-3 gün su verdilər, yenidən bizi bu vəziyyətə saldılar. Və bu çəkilişi çəkməyimlə də əlaqədar mənə hədə-qorxu gəldilər ki, sən kimsən ki, onu çəkib ictimailəşdirirsən. Mən onları başa sala bilmirəm ki, mən könüllü ictimai nəzarətçiyəm. Cənab prezidentin yaratdığı ictimai nəzarətin nəzarətçisiyəm. Cənab prezident, bizim günümüz bu gündədir. Nə bizim icra nümayəndəliyimiz, nə bizim bələdiyyəmiz, nə bizim su idarəsinin işçiləri bizim su məsələmizlə heç cür maraqlanmırlar və heç cür də ki, bizə su vermirlər. Su idarəsinin müdiri Samir deyilən şəxs kimdirsə, biz bu yetim cəmaatın, qara cəmaatın suyun kimlərə verir, necə verir, nə cür verir, mən onu başa düşə bilmirəm. Bu əhalidə qalıb çıxılmaz vəziyyətdə. Belə geçsə, yaxın 2-3 il ərzində bu kənddə bir dənə adam qalmayacaq. Hamısı bu kəndə atıb şəhərə qaçacaq. Nə bilim, baş götürüb ölkədən çıxıb gedəcəklər. Bizim icra nümayəndəmiz, bizim bələdiyyəmiz, bizim su idarəsinin işçiləri, istər fəhlələri olsun, istər su idarəsinin müdürü olsun, bunların hamısı rüşvətxorluqla məşğuldular, korrupsiya ilə məşğuldular. Bunlar bizi sizdən də az qalıblar ki, narazı salsınlar, dövlətin əleyhinə qalxaq. Bizim əlimizdə olan bir parça torpağımızı biz bir qaşıq su tapıb suvara bilmirik. Bizim sizdən xahişimiz odur ki, bizim icra nümayəndəmizi, bizim bələdiyyə sədrimizi, bizim su idarəsinin fəhləsindən tutmuş müdirinə qədər bu korrupsiya ilə, rüşvətxorluqla məşğul olan adamların sastavın bu banditizmi tamamilə aradan götürüb yerinə yeni bir işçilər qoyasınız. Bəlkə onda bizim cəmaatımızın üzü gülə biz sudan istifadə eləyə bilək. Biz artıq cana yığılmışıq. Biz artıq kənddən köçüb, qaçıb çıxmaq, getmək istəyirik. Belə müsibət, belə biabırçılıq, belə bir vəziyyət mən deyərdim ki, heç bir rayonda yoxdur. Sizdən artıq dərəcədən xahiş edirəm. Bizim su məsələmizə diqqətlə yanaşasınız və sizdən xahiş edirəm ki, mənim təhlükəsizliyimə təminat verəsiniz. Onsa bunlar məni öldürəcəklər. Bu çəkilişimə görə bir neçə dəfə məni hədələyiblər, yenə də məni hədələyəcəklər, yenə də məni təhdid eləyəcəklər və mən öz təhlükəsizliyimin qorunmasını sizdən xahiş edirəm. Çəkilişi çəkdiyi İmişli rayon təşkilatının üzvü könüllü ictimai nəzarətçi Maşallah Atayev.